Qalandayım, qalanda. Uşaqlar gəldi maşına. Maşallah nə qədər idilər. Deniz tərəfdən, mən tərəfdə əlləri pəncərəyə belə salıblar. Pul istəyirlər də. Birinə versən o birisi gəlir. O nə uşaqları belə? Dilənirlər, yoxsa necə? Amma danışıq tərzləri fərqli idi. Hə, qaraçılar olub yəqin, siğanlar. Hə, siğanlar. Ya da ərəb idilər. Qaraçılar olub. Hə, onların peşəsidir. Qaraçılar. Tüfürdü zad elədi pəncərəmə. Tüfürdü? Bilsə nə qədər idi? Allah bilir. Onların çox vaxt oğururlar, telefon götürürlər. Pəncərəni açmışam, birinə vermişəm, o birisini vermişəm. Maşallah, deniz tərəfdədir. Deniz deyir ki, əlimi çəkdi, maşını tərpədim svetoforda. Daldan siqnal var. Deyirəm, deniz sür. Yox, belə sürəm mənəm, uşağın əli var. Buraxmayacaq pəncərəni. Bilsən nə qədər idilər? Hə, onlar siqanlardır. Təlbi versən çox istəyirlər. Bizim elətlər olar. Bir dənə də döyürük. Çox idi. Verdiğim canımdan da neler var? İki defa da benim başıma öyle bir şey geldi. Çok da sanki sigarla. Sigarlar da onlar. Ahırda olmuş çıkıyor pencereme. Dedi bazı alır. Pul versin adı tüpürür. Az da öyleydi de. Ay vallahi hansına bir manat verirsen. Verirse tüpürür de. Neye tüpürük var? Turcaya qalıb şurada. Bu da çox sağ olurlar. Çox uydular, elə şit çox uydular. Deləmir, biraz imkanı görəndə vəbşəl çəkmirlər. Vay vay. Dünən mən marketə gedəndə də bir dənə qız forması arxamda düşmüşdü. Axırda bir manat verdim, mən çəkdim. Gördü ki, mən TikTokda oturmuşam, jeton atın. Yazığı gəlib bir manatla yetindi ki, bu deməli də betər gündədir. Bence onlar valideynlərinə verirlər oxunur. Hə, onların işi peşəsi olur da. Onlar məncə məcburlan elə verirlər. Mən belə düşünürəm. Elədir. Qorxmurlar da yoldan. Bir qram qorxu yoxdur yolun ortasında. Hə. Ola bilsə necə uşaqlıqdan gözünü açılar, peşə ilə böyüyürlər. Dərişlərdir, onlar başqa bir işləmirlər. Gətirib əldə uşaq, balaca uşaqlar. Samirə xanım, çox sağ ol. Biz deyəsən, sonra bizim o birisi evimizə gedib. Təbriz. 100% Təbriz küçəsi. Əri. İnşallah bizə bir sara lazım. Rəqəsə Fatimə deyirdin ki, nə deyirdin, onun yeri. Ora getməli arzu. Bananudur, düz getdim ora. Gəl Nərmanov metrosu yaz, orada mən tanıyıram. Düz çıxırsan Çapayevdir də, həmən o yerdə. Oradan da birindən soruşaq tapar. Nərmanov mən tanıyıram. Niyə belə səhv elədim? Deyirəm axı 7 kilometr olar. Yəni Heydər Əliyev mərkəzi gedir, doğru. Nərmanov var. Yazırlar ki, Təbriz 63 gedir arzu ora mutfağına. Necə nəsə bir anda Nərmanov səhv Əri bir dənə mutfağına yazır. Təbriz 63. Nərmanov metrosu yazıram. Yaz. Kongresi yanılır. Nərmanov parkı. Nərmanov metrosu. Buradan sağa çıxırıq, gedirik, çıxırıq metronun üstünə. Sola döndürük, Gənclik metrosu. Gedirik 5 nömrənin qabağına, düz çıxırıq şeyə, Təbriz küçəsinə. Tanıyıram mən buraları. Amma deyir Təbriz 63. Evdən oranı tanıyıram. Düşdüm, bez navigator gedirəm. Du dummes Gehirn. Ana aşkına. Bay Ulka Collection Təbriz 63 gedir deyir arka. Arzuda. Tapdı uşaqlar konuşur. Aytır xanım. 11 dəqiqə. Stop. Getdi. Yox, Günay xanım, indi düş. Bundasız. Yani nur die Blumen werden auf die Straße gekommen. Ay Allah. Yatan mı Çay xanım? Bakıda deyil mi?
Ayda bir şey değil. Bilmirəm dindiriniz nə yox. Yine Guck mal, ich wollte vorgestern dahin, ne? Vorgestern. Er hat zu mir gesagt, dann habe ich es ja nicht angerufen, gesagt, erstmal hat er gesagt, ich habe keine Zeit für heute, ne? Ich bin voll, komm bitte morgen. Da. Ich muss Möbel und so für meine Dienst kaufen, ne? Bin ich im Salon. Habe ich gesagt, ja, aber meine Haare sehen ja schlimm aus auf dem Weg. Weißt du, auf dem Weg. Jetzt sagt, warte noch einen Tag, kommst du morgen zu mir. So. Habe ich gesagt, habe ich ja schon davor einen Tag Zeit und habe gesagt, weißt du was, dann komme ich zu dir. Ich bin aber nicht hingegangen. Ich habe ihn auch nicht abgesagt. Alles da. So, nächsten Mal habe ich gesagt, egal, dann ich habe mich auf deine Antwort. So, ne? Dass ich zu dir komme. Naja, und dann, nächsten Tag, habe ich morgens aufgeschaut, was ich geschlafen habe. Habe geschrieben, Nico, ich will gerne vorbeikommen, ne? Hat er geschrieben, ich mache jetzt Verlängerung, ne? Komm bitte so 1,5 Stunden. Ich habe ne? Hab ich gesagt, okay, habe ich jetzt ein bisschen gewartet. So ein bisschen gewartet, keine Antwort. Und dann, so, weißt du was, scheiße. Susanike und dann schreibt er mir erstmal dann 6 Uhr kann ich. Digga, ich mach das ja nicht umsonst. Ich zahle ihn. Und dann noch Werbung machen. Wenn ich um 6 da hingehe und dann mitten mit Stau, Nermanova. mitten mit Stau, sitze ich da bis 10. Ich hab gar keinen Bock. Çok sağ olun. Clara. Wenn es von mir abhängt. Leute wollen jetzt unbedingt gehen im Salon. Nicht kriechen. Wann kann er? Çok sağ olun Reşat Bey. Ich kann mir vorstellen, dass Doch. voll. Sen ben bugüne gitsem bugün yatacağım. Çınarlı Hanım, Reşat Bey çok sağ olun. Dünenen yanındayım. Ha? Steigen ein.